Herkese salamlar. Sualım var rubrikasındayıq və çox təşəkkür edirəm güvəniniz üçün, məktublarınızı göndərməyə davam etdiyiniz üçün. Gəlin başlayaq. Deməli, ilk məktubu oxuyuram. Salam Aygün xanım, necəsiz? Əvvəlcə sizin təşəbbüsünə görə təşəkkürümü bildirirəm. Allah razı olsun sizdən. Sualımı ünvanlamaq istəyirəm. İstədiyim işlə bağlı bir məsələ var və ürəyim ancaq bu məsələyə ilişib qalıb. Mən ancaq dirəşmişəm ki, sadəcə o arzum real olsun, yəni işlə bağlı. Başqasında mən xoşbəxt ola bilməyəcəm. Gələcəyi bilmirəm, amma hal-hazırdakı hissim budur. Nə qədər dua etsəm, manifest etsəm də alındıra bilmirəm. Olan şeyə təslim ola bilmirəm, reallığımda mübarizədəyəm. Xeyirlisi budur deməyə ürəyim razı gəlmir, yəni mənim dediyim olsun, istəyirəm. Necə yanaşmalıyam ki, istədiyimdən qopub, yəni reallığa keçə bilim, qəbullanım. Burada məncə iki dənə əsas məqam var. Əgər biz bir şeyə takılırıqsa, deməli onun gerçəkləşməsi, yəni çalışıb anlayın ki, sizin üçün bu işi əldə etməniz, o etapa keçməniz, harada ki siz bu işdəsiz, hansı anlama gəlir? Məsələn, sizin ola bilər ki, hansısa ideal obrazınızda siz özünüzü o işdə görürsünüz və sizə elə gəlir ki, orada işi istəyirsiniz, amma əslində bir növ o obrazınıza qoşulmağa çalışırsınız, çatmağa çalışırsınız ki, hansı ki o işdədir. Baxın, o obrazın içində nələr var, o dönəmdə nəyi görürsünüz özünüzdə ki, zorla da olsa, sanki ora bütün reallığı, bütün faktorları nəzərə almayaraq bir növ tullanıb ora keçmək istəyirsiniz. Bunu düşünün. Ümumiyyətlə, istər oğlan olsun, məsəl üçün bu məktubu oğlan haqqında oxumaq olardı, düz deyilmi? Başqa gələcəyi bilmirəm necə olacaq, xoşbəxt olacaq ya yox, amma mən bu oğlanı istəyirəm və salam. Ya da bu ev barəsində də olar. Məsəl üçün, insan bəzi beyni ilişir qalır ki, yox, biz öz evimizə keçməliyik, öz evim olmalıdır, öz evim olmalıdır, kvartirant istəmirəm, ya da qaynanəmgillə yaşamaq istəmirəm. Bir növ iş, ev bizim xilaskarımıza çevrilir. Biz bunu anlamırıq, amma onları bizim xilaskarımıza təyin edirik. Hansına ki biz çatanda, qovuşanda hər şey yaxşı olacaq. Bax, o hər şey nə deməkdir sizin üçün? Bunu anlamaya çalışın. İkinci məqam isə odur ki, əslində direkt olaraq birinciyə bağlıdır. O siz deyirsiniz ki, xeyirlisi budur deyə bilmirəm, reallığımla savaşdayam, mənim dediyim olsun deyə istəyirəm. Siz elə bil ki, həqiqətən indiki real özünüzü görməyə gözünüz yoxdur bir növ, nəzərə almaq istəmirsiniz. Ona görə bəlkə də sizə vacibdir tez o etapa keçmək, o işə sahib olmaq. Çünki sanki ay gün qoyaq da, oradakı ay günü daha çox bəyənirsiniz beyninizdə və ora çatmaq istəyirsiniz ki, nəhayət ki, o ay gün olasınız. Amma reallıqda qalıb burada özünüzü görəndə çoxlu negativ hissləriniz oyanır, bir növ buradan qaçmaq istəyirsiniz. Çox zaman isə biz işə görürsünüz, bunun üçün də taktikalar seçirsiniz, nə bilim, manifest edim, dua edim, sanki reallığı heç nəzərə almıram da, istəmirəm bu reallığı, rədd edirəm, heç nəzərə belə almıram, özümü bir növ Allah kimi istəyirəm ki, nə olsun ki, məndə alınmır, bu dəqiqə mən alındıraram, dualarımı da edərəm, dualar alınmır, manifestimi edərəm, bir növ insan belə reallıqdan qopur, Allah bir obrazına çıxır, orada da alınmayanda pap qayıdırsan, reallıq var, reallıqda da özü cılız bir heç nə kimi hiss edirsənsə, bilmirsən özünlə artıq nə edəsən. Yəni burada sizin bir növ hələ ki özünüzlə hal-hazırdakı halınızla barışıqlığınız yoxdur. Bu isə yavaş-yavaş keçən bir etapdır. Harada ki siz özünüzü tanımağa başlayırsınız, anlayırsınız, necəsiz, necə birisiniz, niyə bu haldasınız və bir növ özünüzə zaman tanıyırsınız. Məsələn, siz görürsünüz, elə bir ki yolu nəzərə almadan, deyək ki, siz bu işdəsiz, bu iş isə buradadır. Bir növ buradan bura təbii yolla keçmək üçün sizə zaman lazımdır. Bəlkə professionallığınızı artırmaq lazımdır. Kurslar, universitetlər falan, o yolu keçmək lazımdır ki, təbii olaraq bura gəlib çıxasınız. Siz isə bu yolu, hansı ki sizi reallığa bağlayır, kökləyir, onu nəzərə almadan manifest edib buradan bura tullanmağa çalışırsınız. Bir növ reallığı aldadıb, qatdalayıb, belə öz istədiyiniz qayda qanunla yürütməyə çalışırsınız. Bu da alınmayanda insan əlbəttə ki, çox qəzəblənir həyata. Və onda o hala girir ki, bəs nə edeyim? Əslində biz hamımız çox yaxşı bilirik nə etmək lazımdır. Yavaş-yavaş bir növ özünüzdən qaçmamağı və reallığa köklənməyi lazımdır. Harada ki, hər bir normal insan uzun bir yol keçir. həyatında istədiyi bir mərhələyə gəlmək üçün.
keyfiyyətli əgər bunu etmək istəyirsən. Bu bir siz nəyə bənzəyir? Bir var ki, mən işləyirəm, özüm zəngin oluram, pul qazanıram, öz ayağımın üstündə dura bilirəm. Bir də var ki, mən bunun hamısı keçirəm ki, mən ərə gedəcəm, məsəl üçün, və varlı oğlan seçirəm və fikirləşmirəm, sonra necə olacaq, nə olacaq. Əsas odur ki, varlı olsun ki, çap mən bu pulsuz halından varlı halıma keçim. Nəhayət ki, o pullu Aygünə qovuşa bilim. Bir növ belə. Bu qədər. Keçirik növbəti məktuba. Aygün xanım, salam. Ümid edirəm ki, özünüzü yaxşı hiss edirsiniz. Çox sağ olun, yaxşıyam. Belə bir rubrikaya yaratdığınız üçün çox təşəkkür edirəm. Bütün webinarlarınıza qoşulmuşam və dəfələrlə qayıdıb baxıram. Mən də çox təşəkkür edirəm. Bu mənim üçün çox dəyərlidir. Sağ olun, dəyər verdiyiniz üçün. Mənə emosional olaraq təsir edən şeyləri, başıma gələnləri journaling edərək yazıram. Journaling yəni bilməyənlər üçün dəftərdə bir növ gündəlik kimi fikirlərini, beynini, hisslərini tökməkdir. Hətta elə şeyləri yazmışam ki, bunu heç kim bilmir. Bir dəfə yoldaşım mənim yazdıqlarımı oxuyub, məni sorğu-sual etmişdi. Bilməməli olduğu şeyləri də orada oxumuşdu. Çox böyük davamız düşdü. Düzdür, razılığa gəldik, amma mən dəftəri cırıb ata, məhv edə bilmirəm. Əlim gəlmir artmağa. Səbəbini də bilmirəm. Oxuduğunuz üçün təşəkkürlər. Nə yalan deyim, mən sizin məktubunuzu oxuyanda yoldaşınıza qarşı böyük aqressiyam oyandı. Təsəvvür etdim bir dəqiqə özümü sizin yerinizdə və çox qəzəbləndim. Mənə elə gəlir ki, yəni insanın sərhəd keçməyi var. Sərhəd keçməyin belə ən top şeyini edib. Yəni bunu sizi qızışdırmaq üçün əsla demirəm. Əminəm ki, siz özünüz də yazdığınız kimi qəzəblənmişsiniz və hisslərinizi də ifadə etmişsiniz yoldaşınıza qarşı. Amma yəni həqiqətən çox sərt şəkildə sərhədinizi keçib. Yəni insanın məhrəminə girmək məsələsi. İndi keçək sizin sualınıza, nəyə görə dəftərinizi cırıb ata bilmirsiniz. Bilirsiniz, görsənir ki, sizin həyatınızda hisslərinizi səmimi şəkildə paylaşa biləcəyiniz insan yoxdur. Eyni zamanda da məncə çox az insan var bu dünyada, hansı ki, ən dərində kiminləsə paylaşa bilmədiyi şeyləri paylaşa biləcəyi bir insan var. Məncə yoxdur bu. Ona görə bir növ dəftər bizim üçün o möhtəşəm bir varlığa çevrilir, hansı ki, bizi qınamadan, sevərək, susaraq dinləyir və bütün bizim bir növ sirlərimizi aça biləcəyimiz bir canlı bir varlığa keçir. Hansından ki, biz doğmalaşırıq, biz emosional bağ qururuq. Kimsənin bizə vermədiyi bir növ o dəftər verməyə başlayır. Bizim hamımızın iç dünyamızı ən dərinlərdə, ən kimsə deyə bilməyəcəyimizi demək istəyi var. Çünki onları deyərkən insan özünü bütünlüklə var olduğunu hiss edir və bir növ azad hiss edir. İndi özümü biraz tərifləmək kimi olacaq, amma mənim daima işləyən insanlar üçün, klientlər üçün bir növ bu yerə çevrilmişəm, yerə. Harada ki, onlar həyatda kimsə dayanışa bilməyəcəyi şeylərin, demirəm hər şeydə olsa, hamımızın belə heç kimsəyə bəlkə deməyəcəyiniz bəzi şeylər var, amma danışırlar və mənə bundan çox böyük rahatlıq hiss edirlər. Çünki bu barədə danışırlar, biz bu mövzu üzərində işləyirik və əlbəttə ki, heç bir mühakimə mənim tərəfindən hiss eləmirlər. Ona görə sizin dəftəriniz bir növ sizin üçün o insandır. Təsəvvür edirsiniz ki, gəlin sadəcə atıramda təsəvvür edək ki, belə bir insan var, hansınızsa ki, siz ən məhrəminizi aça bilirsiniz. Siz o insandan vazgeçə bilərsiniz. Yox, o sizin ən doğmanızı çevrilər. Siz onu hər zaman qorumaq istəyirsiniz. O sizin üçün dünyada ən vacib bir şeyə çevrilər və heç vaxt onsuz həyat təsəvvür etmək istəməzsiniz. O sizə doğma olar. Eyni bu dəftər kimi. Təəssüf ki, biz insana bunları paylaşa bilmirik. Çünki İnsan istər dost olsun, yoldaş olsun, fərqi yoxdur. O bizim hamımızın canavar tərəfi var ya, biz çox çətindir bir şeyi paylaşıb və əmin olmaq ki, o insan heç vaxt bunu sənə qarşı istifadə etməyəcək. Yəni, o danışdığım insan, paylaşdığım insan nə dərəcədə təkəmmül yolunda irəli getmiş, insani bir insan olmalıdır ki, eşitdiklərini heç vaxt mənə qarşı istifadə eləməsin. Amma dəftər elə bir insandır, bir növ, doğmadır.
Yəni sizin dürüst, səmimi, özünüz kimi, öz əsl, real özünüz kimi ola biləcəyiniz yeganə bir insan, varlıq o dəftərdir və siz onu itirməyə, məhv etməyə əliniz gəlmir və mən sizi çox gözəl anlayıram. Siz insanlarla yarada bilmədiyiniz o bağı dəftərinizlə yaratmışsınız. Ona görə sizin üçün çox doğmadır. Və keçirəm son məktuba, üçüncü. Salam Aygün xanım, özümdən belə dəfələrlə gizlətdiyim bir mövzu haqqında danışmaq istəyirəm. Deməli, yaxınımın bir xəstəlikdən əziyyət çəkib sağalmışdı, amma bilirdi ki, yenə çıxa bilər. Xəstə haqda məlumatları qorumaq səbəbilə və mənimki olmadığına görə ətraflı yazmıram. Mən ona kömək edə bilmirəm və ya nəsə olsa da edə bilmərəm deyə istəyirəm onun da bir şansı olardı, o da xoşbəxt olardı. Toparlasam, əgər birisini öz övladımız kimi sevirik və onun üçün narahatıqsa, hansı ki əslində bizlik bir şey yoxdur, bunun üzərində nə düşünmək olar? Oxuduğunuz üçün təşəkkürlər, minnətdaram. Biraz mənə naməlum qaldı burada, nə mənada ki, bir tərəfdən deyirsiniz ki, onu uşaq kimi seviriksə, övladımız kimi, yəni xəstələnmiş qohumunuzun hansı yaşlarda olduğu biraz naməlum qaldığı üçün mənə çətindir anlamaq. Amma məncə sizi narahat edən bu deyil. Siz özünüz də yazırsınız ki, burada dəfələrlə özümdən gizlətmişəm bu mövzunu. Məncə burada bir püf nöqtə var, hansını ki, siz özünüzdən gizlədirsiniz və bu odur ki, siz bir növ bu insanı fərqində olmadan, istəmədən, bu sizi pis bir insan etmir. Mən əminəm ki, canınız da yanır, yaxşı şeylər də istəyirsiniz amma sanki o xəstə insan və xəstəliyi ilə, zəifliyi ilə, şanssızlığı ilə sizinlə müqayisədə sanki sizi hiss elətdirir ki, oy, nə yaxşı məndə elə deyil, oy, nə yaxşı mən xoşbəxtəm, oy, nə yaxşı məndə var, nə yaxşı mən xəstə deyiləm. Bu şeyləri özümüz haqda görmək və qəbul etmək çox çətindir. Çünki bu bizi, oy, mən pis insanım kimi hiss elətdirir. Amma bu bizdə hamıda var. Yəni, biz başqasına yazığımız gələndə, ürəyimiz ağrıyanda, onun üçün nələrsə eləmək istəyəndə biz avtomatik olaraq fərqində olmadan axı biz onlardan daha üstünük, daha yaxşı situasiyadayıq, daha yaxşı vəzifədəyik. Məsələn, mən cana yananda kiməsə borc vermək istəyirəmsə, bu deməkdir ki, o, mənim çoxlu pulum var, mən rahatam, gələ, götür mən pulumu, verirəm sənə, mən səndən üstünəm. Biz onu yaşayırıq. Mən daha xoşbəxtəm, mən daha üstünəm. Məncə, sizin burada görmək istədiyiniz, sizi narahat edən budur. Buna fikir verin ki, yəni insani cəhətdən əlbəttə ki, canı yanmaq olar və siz dediyiniz kimi burada konkret olaraq nəsə eləmək lazımdır. Yəni sadəcə mənəvi olaraq da insanın yanında olmaq ən böyük nemətdir və dəyərdir. Bunu edə bilərsiniz, amma fikir verin, biraz müşahidə edin, baxın, görün, mən dediyim proseslər sizdə baş verir ya yox. Çünki bu çox belə bir növ narkotik kimi bir prosesdir. Özəlliklə əgər insanın özündə, həyatında, işində, ailəsində falan çox da belə dəyərli hiss eləmirsə, köklü olaraq, özünə köklənərək dəyərli hiss eləmirsə, bizə mütləq belə dolayısı yollarla biz insanları seçirik, hansılarının ki, sayəsində bu oy, nə yaxşı, məndə hər şey yaxşıdır, oy, nə yaxşı ki, məndə elə deyil hisslərini, mən nə yaxşı ki, məndə daha yaxşıdır, bir növ öz dəyərimizi, həyatımızın keyfiyyətinin dəyərini süni olaraq qaldırmağa çalışırıq. Bu qədər. Mən sizin məktublarınızı gözləməyə davam edirəm. Növbəti həftə görüşərik. Sağ olun.